Dünyada modernləşmə prosesinin geniş vüsət alması ilk növbədə informasiya texnologiyalarının dinamik inkişafını tələb edir. Bu səbəbdən ölkəmizdə İKT sahəsinin tərəqqisi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Bu proseslərdə yaxından iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda günün tələblərinə cavab verən, uğurlu elmi nəticələrin əldə olunması məqsədi ilə vaxtaşırı elmi şuranın iclaslarında aparılan tədqiqatlar müzakirəyə çıxarılır, illik fəaliyyət planı təsdiq olunur. Martın 13-də baş tutan tədbirdə də bu məsələyə xüsusi önəm verilib. İclasa giriş nitqi ilə açan institutun direktoru, AMEA-nın akademik katibi, Akademiyanın müxbir üzvü, professor Rasim Əliquliyev, institut əməkdaşlarının elmi nəzəri fəaliyyətinin gücləndirilməsi, dünyanın nüfuzlu beynəlxalq jurnallarında elmi məqalələrin dərc olunmasının vacibliyindən söhbət açıb. Kadr hazırlığında alim və mütəxəssislərin üzərinə düşən vəzifələri önə çəkən alim, şöbələrarası elmi seminarların, treninqlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayır. Öncə ümumi şöbənin rəhbəri Dinara Zeynalova cari ilin birinci rübü üzrə verilmiş tapşırıqların icra vəziyyətini nəzərə çatdırıb, Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərar və sərəncamlarına müvafiq olaraq görülən işlərdən danışıb. İnstitutun doktorant və dissertantlarının 2013-cü il üzrə attestasiyasının nəticələrini, yeni qəbul olunmuş doktorantların təsdiqi ilə bağlı məlumatları diqqətə çatdıran institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 25 doktorant və dissertantdan 18 nəfərin attestasiya edildiyini, 7 nəfərə isə şərti vaxt verildiyini qeyd edib. Qeyd edək ki, 5 ildən artıqdır institutda əməkdaşların fəaliyyətinin stimullaşdırılması üçün innovativ mükafatlandırma sistemi tətbiq olunur. Bu məqsədlə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun sədrliyi ilə komissiya yaradılıb. İnnovativ mükafatlandırma sisteminin təkmilləşdirilməsi məqsədi ilə görülən işlər haqqında məlumat verən Rəşid Ələkbərov, innovativ mükafatlandırma əsasnaməsinə edilən dəyişikliklərdən söhbət açıb. İnstitutun fəxri fərmanının təsis edilməsi haqqında Multimedia Mərkəzinin rəhbəri Anar Səmidov 2014-cü ildə institutda keçiriləcək elmi seminarının planı haqqında sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrailova, əməkdaşların attestasiyasının keçirilməsi ilə bağlı isə institutun elmi katibi Mədinə Səidova məlumat veriblər. İclasda diqqət çəkən məsələlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının internet televiziyası olan Elm TV-nin yaradılması ilə bağlı qərarın qəbul edilməsidir. Science Az portalının yeni versiyasında yayımlanacaq Elm TV-nin yaranmasının müasir dövrün tələblərindən irəli gələn mühüm məsələlərdən olduğu bildirilib. Elm TV-nin, eləcə də institutun internet televiziyası olan və İKT Az saytında yayımlanması nəzərdə tutulan Info TV-nin rəhbəri, Science Qovaz portalının əməkdaşı Xətrə Cəbbarzadə təyin olunub. Dövrü mətbuatda Həfiz qızı imzası ilə tanınan Xətrə xanımın yüksək təcrübəyə malik, peşəkar mütəxəssis olduğu qeyd olunub. Azərbaycan elminin, eləcə də ölkəmizin İKT siyasətinin bu sayədə həyata keçirilən məqsədyönlü işlərin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz xidmətləri olduğu vurğulanıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Xətrə Cəbbarzadə əmək fəaliyyətinə tələbəlik dövründə Azərbaycan nəşriyyatında fotoyığma laboratoriyasında başlayıb və nəşrlərin siqnal nüsxələrə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib. Azərbaycan Hüquqşünaslar İttifaqı ilə Respublika Prokurorluğunun birgə təşkil etdiyi müsabiqənin qalibi olmuş və ölkəmizin ilk hüquq qəzeti olan Ədalətin müxbiri vəzifəsinə qəbul olunmuşdur. Qəzetin ilk sayından burada çalışaraq digər mətbu orqanlarla əməkdaşlıq etmiş, Qafqazın Səsi qəzetinin baş redaktoru olmuşdur. Televiziya sahəsində tanınmış telejurnalist Nadejda İsmailova məktəbini keçmiş, Azərbaycan Dövlət Televiziyası və radiosu ilə əməkdaşlıq edərək elm, mədəniyyət və digər sahələrə dair reportajlar hazırlamışdır. Tədbirdə həmçinin AMEA rəyasət heyətinin mərkəzi aparatının struktur bölmələrində xidmət məqsədi ilə İKT sektorunun yaradılması ilə bağlı qərar qəbul olunub, sektorun rəhbəri Etibar Vəliyev təyin edilib. Digər bir qərarla nəşriyyat və poliqrafiya sektorunun yaranması və Zülfiyə Hənifəyevanın həmin sektora rəhbər təyin olunması təsdiq edilib. Hər iki mütəxəssisin müvafiq sahədə yüksək bacarıq nümayiş etdirdikləri bildirilib. İlahə Cəbralova, Ziya Xuduyev, Sənan Salmanov, Info TV.